Salam, hər vaxtınız xeyir əziz izləyicilər, kanalıma xoş gəlmisiniz. Bu günləri sizlərə cəmi 1-2 dəqiqəyə hazır olan klassik yumurtalı mayonezin hazırlamasını təqdim edirəm. Çoxumuz bilirik ki, ev şəraitində hazırlanan mayonez həm ləzzətli, həm də qatqısız olur. Quru bankaya qoxusuz günə baxan yağı, şəkər tozu, duz, limon şirəsi və bütöv yumurta əlavə eləyirik. Bu hissəyə diqqət edin. Mayonezi hazırlayarkən mütləq püre edən əl blenderindən istifadə etməliyik. Blenderi bankanın dibinə qədər salırıq. İşə saldıqdan sonra mayonez qatlaşmağa başlayanda videoda görürsünüz, blenderi yavaş-yavaş aşağı, yuxarı hərəkət etdiririk. Bu üsulla mayonez 1-2 dəqiqəyə hazır olur. Doğracı blenderdən istifadə etməyin əzizlərim. Çünki istədiyimiz nəticəni ala bilməyəcəyik. Yumurtalar bütöv şəkildə istifadə olundu, sarısı da, ağı da. Nəticədə baxın, çox qatı, krem kimi hamar və olduqca dadlı mayonez əldə etdik. Ən azından qatqısız mayonezdir. Mayonezi təmiz və quru, steril şüşə bankalara yığırıq. Qapağını da möhkəm bağlayırıq. Mütləqdir ki, soyuducuda saxlayaq. Yumurtalı mayonez olduğu üçün 3 gün saxlayıram. Baxın, görün necə qatıdır. Qoxusuz günə baxan yağı istifadə etsəniz, mayonezin dadı daha da yaxşı olur. Limon suyu da mayonezə təravət verir. Hazırladığımız bu mayonezi salatlarda, burgerlərdə, istədiyimiz müxtəlif soslarda istifadə edə bilərik. Videonun alt bölümündə resepti yazacağım, siz oradan istifadə eləyərsiniz. Hazırlayanlara nuş olsun, göz haqqınıza halal eləyin. Videomu bəyəndinizsə like etməyi, abunə olmağı unutmayın. Allaha əmanət olun.